Əziz və dəyərli izləyicilər, gözəl xanımlar, kanalımda xoş gördük. Qısa bir ara vermişdim çəkilişlərə, yəni başım qarışıq idi. Oğlum üçün çox böyüklərdən üzr istəyirəm, toy eləyirdim, gəlinim üçün toy eləyirdim. Ona görə biraz çəkilişləri saxlamışdım. İndi yavaş-yavaş geri dönüş etdim. Gözəl paylaşımlarla sizin kanalınızın qonağı olacağam inşallah. Deməli, mən tum halvası hazırlayıram, günə baxan tumunun halvası. Bizim burada 400 qram ləpəmiz var, tumun ləpəsi var. Bunu bütün marketlərdən almaq olar. Yəni böyük marketlərdə bu ləpəni satırlar, tumun ləpəsini. Qəşəng yuyuram bunu. Yəni gördüyünüz kimi biraz elə bil çirki çıxır da. Nə qədər olmasa marketdə açıq şəkildə satılan bir şeydir. Qəşəng yuyuram bunu. Ondan sonra çay dəsmalı arasında suyunu biraz çəkirəm. Dəyərli izləyicilər, indi bəzi xanımlar mənə irad tuturlar ki, mən danışanda çını ç demirəm. Məsəl üçün çay dəsmalı yox, niyə çay dəsmalı deyirəm və yaxud qazın xodunu niyə xod deyirəm, güya rus sözüdür. Baxın, biz elə əvvəldən uşaqlıqdan hamımız qaza xod ver, xodunu al, bu cür danışmışıq da, düzdür. Qaldı ki, mənim o ləhcəmə ki, ç demirəm, ç deyirəm, o mənim öz danışığımdır. Yəni, axıra qədər də bu formada danışacağam. Mən nəyəsə görə, kiməsə görə yalandan ləhcəmi dəyişib, hansısa bir başqa formada danışan deyiləm. Çünki mən burada nə televizora çıxmıram, nə oxuyan deyiləm, nə belə pis çıxmasın. Yəni, televizorda tanınmış bir adam deyirəm ki, mən burada gələcəm, gedəcəm, çıxdı, çay dəsmalı bu formada danışa bilmərəm. Odur ki, mən nə formada danışmışamsa, sona qədər də bütün çəkilişlərimdə olduğum kimi olacam. Yalandan dəyişikliyi heç bir şey eləyə bilmərəm ləhcəmdə. İndi kimə xoşdur, baxa bilər mənim kanalımda bu videolara. Kimi narahat edirsə, baxmaya bilər. Problem deyil. Deməli, ləpənin suyu çəkildikdən sonra qazın zəif xodunda qovurdum. Qəşəng xodunu zəif qoydum ki, qəşəng içi quruya-quruya qovulsun. Çox iti xodda qoysaydım, simiskaların, üzr istəyirəm, tumun ləpəsinin üzü tez qızaracaqdı, ütüləcəkdi. Yəni, o qovrulmuş sayılmayacaqdı, ütülmüş sayılacaqdı. Ona görə qazını burada xodunda göstərdim ki, zəif xodda qovurdum. Qovurandan sonra gördüyünüz kimi blenderdən keçirdirəm. Daha sonra bir qaba əlavə edirəm. Burada blenderdən keçirdəndə çox keçirtmədim ki, tam yağa düşmədi. Amma tam yağa düşəndə də inşallah ikinci çəkilişdə eləyəcəm tum halvasını tam yağa düşməsin formasını da çəkiliş edib sizlərə paylaşacağam. Orada tam üyüdürəm, tam yağa düşür tumlar. O başqadır biraz. Bu isə biraz diri-diridir. Ona görə çox blenderdən keçirtmədim. İçərisində tumun ləpələri diri-diri qaldı. Bir stəkan qaba şəkər tozu əlavə edirəm. Yarım stəkan, armud stəkandan bir damcı yarım stəkandan az da su, yəni 50 ml deyək də su əlavə edirəm qaba, qoyuram şərbət bişsin. Şərbətimiz qaynayana qədər yumurtanın ağını mikserdən keçirdirəm. Bizim burada bir ədəd yumurtamız var. Yumurtanın ağını əlavə edirəm qaba, üzərinə bir çimdik də duz əlavə eləyib mikserdən keçirdirəm. İndi burada baxanda yumurtanın ağı mikserdən keçirdəndə elə eləmək lazımdır ki, tam köpük olsun, yəni axıntılı olmasın. Baxanda az görünə bilir. Sonra şərbəti üzərinə əlavə eləyəndə həcmi artacaq bu yumurtanın ağının. Burada mikserlə işlədikcə arada çəkilişdə düşməyib, yəni şərbətə də baxırdım, qarışdırırdım. Şərbətimiz qaynadı, hazır oldu. Bunun qatılığına diqqət edirsinizsə, axırıncı damcılar necə zəif düşür. Demək ki, şərbətimiz hazırdır. Yəni bildirmək istəyirəm ki, şərbəti də elə şəkər tozu əriyən kimi, qaynayan kimi götürmək lazım deyil. Onda biraz duru olur. Ona görə biraz qaynatdım. Damcılarda gördünüz ki, axırıncı damcılar necə ağır-ağır düşür qaşıqdan. Demək ki, şərbət hazırdır. Bütün şərbəti əlavə edirəm həmən yumurtanın ağının üzərinə və mikserdən keçirdirəm. Burada deməli yumurtanın ağının həcmi biraz da çoxalır, artır, artımlı olur. Şərbəti əlavə eləyəndən sonra heç bir narahat olmayın ki, biraz yumurtanın ağı duru oldu. Yox, elə bir mikserlə biraz çox çaldıqdan sonra biraz qatılaşır, bərkir yumurtanın ağı. Çox axıntılı olmur. Bütün bunun hamısını çəkilmiş tum ləpəsinin içərisinə əlavə eləyirəm, üyüdülmüş
də ləpənin üzərinə və qarışdırıram. Burada baxın, qarışdıranda da sizə görünə bilər ki, yumurta ağı buna çoxdur. Qətiyyən elə deyil. Əvvəl adama elə gəlir. Qarışdıranda baxırsan ki, ay rəngi açıq oldu, ay duru oldu. Yox. Bunu o qədər mən qarışdırıram ki, tam bütün tumun ləpəsi yumurtanın ağın yeyib özünün canına çəkir də bunu. Və rəngi də eynən tum halvasının rənginə dönür də, rəngi alır. İstədiyiniz bir qaba əlavə eləyə bilərsiniz. Hansı formada istəsəniz, adi kalkanı da qoyub belə stolun üstündə də, kalka kağızında da yerləşdirə bilərsiniz. Mən bu formadakı qabda üzərinə kalka əlavə eləyib yığdım qaba və soyuducuda ən azı heç olmasa 2 saat qalmalıdır ki, deməli bu halva özünü tutsun. Biraz bərkisin. Belə biraz qarışdıranda hiss olunur yumşaqdır, amma o soyuducuya qoyandan sonra bərkir. Baxın, yumurtanın ağları ki qalıb spatulanın qıraqlarında, onları da qopardıb halvanın üstünə əlavə eləyirəm. Onlar da elə bir biraz saqqız kimi olur da. Halvanın içərisində biraz yumurta ağı oradan-buradan qalanda eynən qədimi tum halvası kimi həmən dadda da olur. Qoydum soyuducuda 2 saatdan sonra götürdüm və özünə gəlib, özünü tutub, biraz bərkiyib. Baxın, burada göstərirəm. Bu ağları deyirəm, yumurtanın ağları ki, hissə oradan-buradan qalıb. Bunlar çox maraqlı görsənir. Həm eynən deyirəm də satılıb, əvvəlki tum halvası satılırdı ya. İndi elə deyir, düzdür. Əvvəl tum halvası satılırdı, bax o formada. İçərisində elə qəribə bir ağlar olurdu, saqqız kimi o formada. Doğrayıram, servis edirəm. Əziz xanımlar, deməli bu halvanın içərisinə istəsəniz fıstıq, fındıq, nə bilim kişmiş əlavə eləyə bilərsiniz. Yəni zövqdən asılıdır. Kim istəyir, hansı çərəzdən istəyir, əlavə eləyə bilər. Doğrayanda da burada görürsünüz necə gözəl. Eynən marketdə satılan tum halvası kimi. Görkəmi də o görkəmdədir. Mən biraz yenə deyirəm, blenderdən çox üyütmədim. Biraz diri saxladım tumları. Hazır oldu. Servis edirəm qaba. Doğrananda da çox belə çox quru döyür də. Deyim ki, ovuldu, dağıldı, gilələndi, elə döyür. İnşallah ki, siz də bəyəndiniz. Zəhmətə dəyər verərək bəyənmə düyməsinə toxunmağı unutmayın. Əgər abunə deyilsinizsə kanalıma abunə olun və gözəl paylaşımlardan xəbərdar olun siz də. Dəyərli izləyicilər, ola bilər video biraz uzun alındı. Ona görə ki, yəni heç bir qaranlıq istəmədim bir şeylər qalsın. Özümə nə formada hazırlayıram, hansı reseptlə hazırlayıram. Eynən həmən reseptlərdə sizə paylaşım etdim. İnşallah ki, bəyəndiniz. İzlədiyiniz üçün sağ olun.